Noyabrın 8-də Bakıda Zəfər gününün 5-ci ildönümü münasibəti ilə keçiriləcək paradda Türkiyə və Pakistan hərbiçiləri də iştirak edəcəklər. Bölgə TV xəbər verir ki, artıq hər iki ölkənin hərbi heyəti Azərbaycandadır. Türkiyə və Pakistan hərbiçiləri Bakıda məşqlərə başlayıblar. Hər iki ölkənin hərbi qulluqçuları paradda Azərbaycan əsgərləri ilə birlikdə addımlayacaq. Bu isə bütün dünyaya Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq, qardaşlıq və birliyin növbəti dəfə nümayiş etdirilməsi demək olacaq. Qeyd edək ki, Azərbaycan prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən noyabrın 8-də Bakı şəhərində Zəfər gününün 5-ci ildönümü münasibəti ilə hərbi parad keçiriləcək. Parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yer dəyişməsi icra olunur. Rəna Rövşənqızı, BTV.